Facemark və digər tərəfdaş şirkətlərin təşkilatçılığı ilə İşgüzar Xanımların Ünsiyyət Klubunun birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq qadın liderləri zirvəsi keçirilib. Tədbirin əsas mahiyyəti fərqlərin bərabərliyi, konsept mesajını ötürmək, liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyini vurğulamaqdır. Qeyd edək ki, tədbirin əsas media tərəfdaşlarından biri ARB 24 televiziyasıdır. Qadın liderləri zirvəsinin keçirilməsində məqsəd fərqlərin bərabərliyi, konsept mesajı ötürmək, mütəxəssisləri, liderləri, fikir öndərlərini bir araya gətirərək liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu etməkdir. Tədbirin açılış paneli olan lider qadın yoxsa qadın lider mövzusunda danışıqlar aparılıb. Ümumilikdə 3 moderator, 14 spiker təcrübə və biliklərini paylaşıb. İstənilən aspektdən, həm biznes sektorundan, həm də istənilən bir fərqli aspektlərdən baxaraq qadınlarımızın innovasiyadakı rolunu danışacaq. Təşəbbüslərlə paylaşmalar yanaşı, eyni zamanda şəbəkələşmələrə dəstək göstərəcəkdir. Biz həm təcrübəmizi paylaşacaq, həm biliklərimizlə paylaşacaq, eyni zamanda bir-birimizə dəstək olaraq qarşılıqlı şəkildə töhfə verməyə çalışacaq. Yəni bu tədbirdən inanırıq ki, gələcək qadın liderlərin formalaşması üçün mütləq ki, bir özü rol oynayacaqdır. Digər hissələrdə isə innovasiya və strateji yanaşmalar və rəqəmsal trendlər dövründə qadınlar mövzusunda panel müzakirələr aparılıb. Həmçinin burada da mütəxəssislər öz təcrübələrini bölüşərək lider olmaq arzusunda olan qadınlara töhfələrini veriblər. Bu mövzuda çox təcrübəm var. Bugün təcrübəmi xanımlarla paylaşacağım. Rəqəmsal dövrdə, bu qədər trendlərin inkişaf etdiyi dövrdə xanımların istənilən yaşda, istənilən işi, istənilən ixtisasa sahib olmağı çox əlçatandır. Çünki tendensiya dəyişir, trendlər dəyişir, dünya dəyişir və biz də bu dəyişən dünyaya bir şəkildə ayaq uydurmalıyıq. Bu sadəcə bizim üçün əhəmiyyətli deyil, eyni zamanda yeni başlayan qadınlar üçün də çox əhəmiyyətlidir. Biz burada sadəcə sahibkar qadınlardan deyil, eləcə də mütəxəssis olan qadınlardan danışacağıq. Mütəxəssis də nə deməkdir? Biz həmişə bunu deyirik, paneldə də çıxış edərkən mən bunu səsləndirəcəm. Mütəxəssis olmaq, ekspert olmaq, o sahədə bütün səhvləri eləmək deməkdir. Məhz bu təcrübələri bölüşmək üçün buradayım. Həmçinin zirvə toplantısı zamanı qadın liderlərin uğur hekayələri, innovativ yanaşmalar və rəqəmsal dünyada qadınların rolu ətrafında geniş müzakirələr aparılıb.